Buna görə mənə qızasınız, amma doğrular acı olur. Mən belə qənaətə gəlmişəm ki, Azərbaycan xalqının heç vaxt problemləri çözülməyəcək. Məmurlar da istədiyi kimi at oynadacaq. İqtidara kim gəlir gəlsin, Əli Kərimov da gəlsə yeni davam edəcək, İsa Qəmbər də gəlsə yeni davam edəcək, Etibar Məmmədov da gəlsə yeni davam edəcək. Heç bir şey dəyişməyəcək. Çünki Azərbaycan xalqı bunu istəmir. Məsələn, YouTube-da açırsan, bir canlı yayım və orada yazırsan ki, gəlin problemlərimizi danışaq. Cəmi cümlətəni 5 nəfər girir. Görmürlər deyil. Girirlər, çıxırlar. Çünki Azərbaycan xalqı velizarları arayır. Azərbaycan xalqı bayramları arayır. Azərbaycan xalqı baboşları arayır. Kişi, akşam zaten hamımız yorğun arğın. Bir sürü girirsən sosial medyaya baxırsan, millət sənə yazır ki, niyə bizim problemlərimizi yazmırsan? Demək, TikTok'da bir canlı yayım açdım. Dedilər ki, mənə, ya TikTok deyil bunu. Çünki Azərbaycan xalqı daha çox TikTok'da. Tamam dedik. Və sonra da statistika gəlir də, neçə nəfər girib çıxıb. Demək, başından sonuna qədər 4000 nəfər girib çıxdı. Girdi, gördü, çıxdı. Hamısı da orada sorunu görür. Bax, dinləməyə belə qorxan bir topluluğumuz var. Cəmi cümlətəni başından sonuna 8 nəfər dinlədi. Yəni, bəlli ki, sadəcə 8 nəfərin sorunu var. Və girib çıxanların içərisində qohum-əqrəbəm də var, onu da sizə deyim. Yerdə qalanı heç biri girib dinləmədi. Yazmayın, tamam, qorxursunuz. Ən azından üstdən dinləyə bilərsiniz, onu da yapmadılar. Çünki, baxın, əzizlərim, Velizarın evində, divanın üstündə xotuq kimi, eşeğin balası xotuq kimi atlanıb düşməsinə və baboşun evində bir qazanın üstünə qoyub, onu belə sonra loppur yeyib, sonra da gərməsinə, Bayram Nurlunun saçmalamasına gedib canlı yayımda 50.000 bir topluluq 50.000 izləyirsə, bu topluluğun demək ki, problemi yoxdur. Buna mən deyil, buna Azərbaycan devlətinin hakimiyyət dairələri də gedir, baxır. Və gəlirlər, məni izləyirlər, mənim kimiləri izləyirlər və görürlər ki, biz xalqın problemi var, xalq acdır. Elə əvvəz Zeynallını da. Məsələn, canlı yayım yazır, YouTube, girin görün TikTok'unda nə qədər adam izləyir. Deməli, digərlərində. Azərbaycan devləti statistik deyir ki, gedin görün. Xalq daha çox, xalqın problemi nədirsə, xalq daha çox orada olacaq.